Salam əməkdaş dostlar, bir çox dostlarımız bu məsələyə diqqət yetirmir və öz pullarını itirirlər, hansısa skam coinlər alırlar və öz pullarını itirirlər. Ona görə də istəyirdim belə bir video çəkim ki, xəbərdar eləyim. Ümumən Binance-da, belə deyək də, belə bir platforma var və Wallet adlanır və Binance Web3 adlanır. Harda ki, hər cürə tokenlər var, hər cürə istənilən növ token var burada və hətta bəzi vaxtlarda da bura skam tokenlər də girə bilir. Baxın, belə Kitayski belə tokenlər girə bilir. Bu tokenlərin təhlükəsizliyin, yəni bax belə bir tokenlərin təhlükəsizliyin Binance yoxlaya bilməz və yoxlamır da. Bunlar sadəcə olaraq Web3-də olan tokenlərdir və hər an qiyməti sıfırlana bilər. Hər an onun içində olan pul düşüb bata bilər. Hətta heç kim satmasa belə həmin proyektin admini bütün pulları götürüb aradan çıxa bilər. Ona görə də beləsinə tokenlərlə çox diqqətli olun. Mən özüm də dünən belə deyək də, baxın, belə bir tokenə giriş etdim və belə deyək də, özüm üçün alış elədim. Dünən bunda belə bir yazı yox idi, risk yazısı yox idi. Görürsünüz, 5 dollarıdır, yəni çox güclü risk eləməmişim, elə-belə. Və görürsünüz, burada belə bir yazı dünən yox idi. Və düşündüm ki, hə, okey, mənim tokendi 5 dollara tal görə nə olacaq? Və atdıqdan sonra, 3-4 dəqiqə sonra gördüm ki, heç nə sıfırlandı, getdi, yoxa çıxdı. Bax, belə bir vəziyyət yarandı. Ona görə də uşaqlar, nəzərə alın ki, Wallet bölümünə keçirsinizsə, yəni exchange bölümü məlum məsələdir, Binance birjasının içidir, bu heç, bu məlum məsələdir bizə. Siz əgər Wallet bölümünə keçirsinizsə, burada etdiyiniz bütün əməliyyatlar artıq sizin riskivizədir. Siz Binance Alpha-da point yığmaq istəyirsinizsə, mütləq şəkildə baxın, qabağında görürsünüz, baxın bu 4x yazısı və yaxud qabağında Alpha olan yazısı olan tokenləri demək olar ki, Binance Alpha-da alıb satmaq olar və bunlar müəyyən qədər təhlükəsiz tokenlər sayılırlar. Amma bu o demək deyil ki, bunlar Binance-ə listing olub. Bunlar sadəcə olaraq hal-hazırda Alpha-dadır. Və siz əgər keçsəz və Solana ağı və yaxud hansısa başqa bir ağa keçsəz, həmin ağda olan artıq bütün tokenlər çıxacaq və burada artıq təhlükəli, təhlükəsiz, bata bilən, skam, moşenik hər bir şey var. Hər bir token var. Çünki bunlar belə deyək də avtomatik skan olan tokenlərdir və avtomatik olaraq əlavə olunur bura. Bunu Binance birjası heç bir halda təhlükəsizliyini yoxlamır. Heç yoxlamalı da deyil, çünki bu Web3 walletdir və siz anlamalısınız ki, burada etdiyiniz bütün əməliyyatların riski sizin birbaşa özünüzə aiddir. Ona görə də belə yerlərdə diqqətli olun. Bu birjalarda trade edəndə, yəni əgər siz wallet bölümünə keçirsinizsə, siz artıq başa düşməlisiniz ki, bu sizin şəxsi riskivizdir. Diqqətli olun uşaqlar bu məsələlərlə. Videonu da like eləyin, dostlarınızla paylaşın ki, onlar da xəbərdar olsun və beləsinə, nəyə deyək də, belə bir növ zibilə düşməsinlər, öz pullarını itirməsinlər. Bax, bu qaydada hansısa bir tokenin buradan adını eşidib və yaxud hansısa moşenik sizə deyə bilər ki, Binance Wallet-ə gir və oradan filan tokeni al. Yəni, belə şeylərə aldanmayın və baxın ki, əgər siz burada Alpha-da point yığırsınızsa, mütləq şəkildə ən azından baxın ki, qabağında baxın bu X4 yazısı və yaxud görürsünüz Alpha yazısı olan tokenlər görəsiniz, ondan sonra da həmin tokenlər trade edirsiniz. Belə dostlar, çatdırmaq istədiyim bu idi. Videonu like edib, komment yazıb, mütləq şəkildə kanala abunə olun ki, video irəli getsin və hər kəs xəbərdar olsun, belə hallar baş verməsin.